Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Əvvəlcədən videolarımı izləyib, videolarımı bəyəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu günlərim çox asan və çox dadlı, hamının evində olan ərzaqlarla hazırlaya biləcəyiniz bir şirniyyat resepti sizlərlə paylaşıram. Şirniyyat üçün bizə lazımdır ilk olaraq 5 ədəd yumurta. 5 ədəd yumurtanı qabın içərisinə əlavə edib mikserlə yaxşıca qarışdırırıq. Yumurtanı mikserlə yaxşı qarışdırdıqdan sonra yumurtanın üzərindən 5 xörək qaşığı şəkər tozunu az-az əlavə edərək mikserlə qarışdırıram. Yumurta ilə şəkər tozunu yaxşı qarışdırdıqdan sonra üzərindən 3 xörək qaşığı ilıq suyu əlavə edib qarışdırıram. Daha sonra üzərindən 5 xörək qaşığı unu az-az əlavə edərək çırpıcı ilə altdan yuxarı qarışdırıram ki, yumurta sönməsin. Hazırladığım biskvitin hamurunu yağlı kağız sərdiyim soba listinə əlavə edirəm. Əvvəlcədən qızdırdığım 250 dərəcəlik sobada 10-15 dəqiqə bişirəcəm. Biskvitim bişdi, artıq hazırdır. Biskviti sobadan çıxardıram, rulet şəklində büküb qoyuram kənarda soğuması üçün.
Soğuyan bisküvidi atıram yağlı kağızın arasından. Kremin hazırlanmasını çekebilmedim. Üzürü sayın. İstifade ettiğim krem qaymaktı. Ben qaymaktan istifade ettim. Siz istediğiniz kremden istifade edebilirsiniz. Hazırladığım kremi bisküvidin üzerinin her tarafına gelecek şekilde yayıram. Kremi bisküvidin her tarafına gelecek şekilde yaydıktan sonra hazırladığım bisküvidi rulet şeklinde bükürəm. Hazırladığım şirniyyatın üzerine streç çekip koyuram soyuducuda 2 saat gözlesin. Soyuducuya koyduğum şirniyyatı çağırdım 2 saatten sonra üzerinde kremledim. Kremleme anını videoya çekip sizlerle paylaşabilmedim. Üzürü sayın. Ben üzerine kremledikten sonra üzerine ben şokolad tökürəm. Siz istediğiniz formada bəzəyebilirsiniz. Videomu beğendinizse kanalıma abone olup videolarımı like etmeyi unutmayın. Allah'a emanet olun. Yeni videolarda görüşmek ümidiyle.